إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا ومن يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله وصلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا إلى يوم الدين أما بعد فإن أصدق الكلام كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Aziz və mühtərəm müsəlmanlar, ən birinci hamınızı Allahın salamı ilə salamlayıb deyirəm. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Bugünkü görüşümüz İslamda böyük yer verilən və böyük dəyər verilən məsələlərdən biri səbəbiylədir. Bu da odur ki, insanın qeyri-müsəlmanların adətlərinə, bayramlarına, onların dinlərinə uymaq, onlara özün oxşadmaq barədə olacaq ümumi olaraq və xüsusi olaraq isə xristiyanların yeni il adlandırdıqları İsa aleyhissalamın güya ki mövludu olaraq keçirdikləri el arasında yeni il adlanan bayram münasibəti ilə olacaq ki, müsəlmanlara buna olan mövqeyləri. Ən birincisi onu bilmək lazımdır ki, Allah subhanahu ta'ala bizə İslam dinini göndərib və ona tabi olmağı əmr etmişdir. Allah subhanahu ta'ala Quran-ı Kərimdə buyurur ki, İnnəd-dinə indəllahil İslam. Həqiqətən də Allah dərgahında din İslamdır. Həqiqətən də Allah dərgahında din İslamdır. Və doğrudan da İslam dininin gəldikdən sonra bütün özündən əvvəlki dinləri nəsx edib qüvvədən salmışdır. Və o ki qaldı ki, qeyri-müsəlmanların bayramlarına, onların adət-ənənələrinə tabi olmaq, onların yolunu getmək, bunu bizdən Quran və sünnə çəkindirib, əksinə həzər etdirmişdir. Baxmayaraq bu günləri müsəlmanlar arasında çox təəssüflər olsun ki, belə bir şey yaymaqdadırlar. Yəni, qərb tərəfdən belə bir şey müsəlmanlara məcbur edirlər. Məcbur edirlər ki, bütün dinlər biri-birinə qardaş münasibəti göstərsinlər və biri-birinə qarşı olan hər hansı bir çətinliyə dözüb və buna səbr etsinlər. Yəni, bunu biri-birindən qəbul etsinlər və bunu tolerantlıq deyə adlandırırlar. Əslində, İslam dinində bu məsələ çox gözəl bir şəkildə izah olunmuşdur. Çox gözəl bir şəkildə izah olunmuşdur. Çünki İslam dinində zimmə deyilən belə bir şey var. Muahadə deyilən belə bir şey var. Yəni, qeyri-müsəlmanları müsəlmanlarla birlikdə yaşamaları. Və İslam dini buna gözəl bir şəkildə qaydalar, şərtlər qoymuşdur. Və gözəl bir şəkildə müsəlmanlara onlarla müamilə aparmaq əmr olunmuşdur. Onlara zülm edib haqsızlıq etməkdən çəkindirilmişdir. Ancaq bütün bunlar hamısı baxmayaraq son dərəcə əxlaqa və ədalətə dəlalət edir, amma bu o demək deyil ki, biz onların adət-ənənələrinə tabi olub, onların dinlərindən gələn bəzi şeyləri mənimsəyib ona tabi olmalıyıq. Əslində bu heç də belə deyildir. Əslində bu kimi şeyi müsəlmanlar arasında yayıb, bunu təbliğ edib və bu tolerantlıq deyə adlandırılıb bunun altından apardığı siyasətdən bizim xəbərimiz olmalıdır. Biz müsəlmanların xəbərimiz olmalıdır və özümüzü, dövlətimizi, vətənimizi və xalqımızı və həmçinin də o xalqa Allah Subhanahu taala verilən tərəfindən o sərvəti qorumalıyıq. Ümumiyyətlə, qədimdə də bu gündə müsəlmanlarla düşmançılıq aparan insanlar bunu hilə ilə aparmışdılar. Və o hilələrindən biri də budur. Öz adət-ənənələrin müsəlmanların arasına yeritməklə. Çünki bilin ki, əgər bir xalqın adət-ənənəsin dinin əlindən almasan, o insanlara nəzarət etmək çətin olar. Başqa bir dinin, başqa bir əqidənin, başqa bir adət sahiblərinin gəlib onlara nəzarət etməsi çox çətin olar.
Ona görə də ən birinci çalışırlar ki, müsəlmanların dinlərini əllərindən alsınlar. Sonra onların adətlərin, ənənələrin, hansı ki, bu müsəlmanların qeyrətlərinə, namuslarına dəlalət edir, onların qonaqpərvərliklərinə, əl açıqlıqlarına, bir-birlərinə qarşı etibarlı olmaq və s. gözəl adətlər, gözəl əxlaqlara dəlalət edir, hansı ki, bu kimi adət ənənələr, bunların hamısını əldən almaq istəyirlər tədricən. Və ondan sonra artıq devlətlərə, sərvətlərə və hətta insanlara qul kimi sahib olmaq çox asanlıqla mümkün olur. Və onların bir yollarından da biri odur ki, öz bayramların təbliğ etmələri, öz bayramların müsəlmanlar arasında təbliğ etmələri. Və İslam dini bizi, baxmayaraq ki, ümumiyyətlə qeyri-müsəlmanlara tabi olmaq, qeyri-müsəlmanların adət ənənələrinə tabi olmaqdan çəkindirir və eləcə də bizi onların bayramlarına tabi olub, onların bayramlarını keçirtməkdən çəkindirir və əmr edir. Və bunun da bir çox məqsədləri var. İslam dini bunu çəkindirməkdən və bu məsələyə düşməkdə də bir çox fəsadlar var. Və qısa olaraq bunlardan bir neçəsinə toxunağın ki, hətta tanış olaq və özümüzü və xalqımızı bundan qoruyaq. Birincisi odur ki, bu kimi bayramı əgər biz İslam pərdəsi altına salıb, İslamdan sayırıqsa, bu bidət sayılır. Bu ən azındandır. Bu, fəsadın ən azıdır ki, bunu İslam altında salaq və yaxud da sanki İslam bunu tərk etmiş bir şey kimi bunu qeyd etmək. Necə ki, bilirik ki, İslam dini bütün həyatımızı, dünyavi işlərimizi və axirəti işlərimizi hamısını əhatə edir. Əgər nə isə biz gətiririksə bayram, o bayram artıq dini şey sayılır, etiqadı bir şey sayılır. Əgər ona bizim dinimizdə yer ayrılıbsa, dinimiz onu iqrar edibsə və yaxud onu şəriət edibsə bizə, başımız üstə, gözümüz üstündə əslində borcumuzdur ki, onu yerinə yetirin. Yox, əgər yoxdursa, biz də bunu etməməliyik. Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşə radiyallahu anhən rivayət etdiyi hədisdə belə buyurur. Mən əhdəsə fi əmrinə həzə mə leysə minhu fəhvə rab. Deyir ki, kim ki bizim işimizdə ondan olmayan hər hansı bir şeyi gətirərsə, əlavə edərsə, və deyir, o rədd olunmuşdur. Həmin hədisin başqa bir rivayətində belə gəlir. Mən amilə amilən leysə aleyhi əmruna fəhvə rab. Kim ki elə bir əməl edərsə, üzərinə bizim əmrimiz olmadan və o əməl ondan rədd olunmuşdur. Demək, birinci qayda bu məsələ barədə tanış olduğumuz odur ki, bunu İslam pərdəsi altına salıb keçirdirlərsə, biz də belə cavab veririk ki, bizim İslam dinində belə bir şey yoxdur. Baxmayaraq deyirlər ki, biz nə İsa Aleyhisselamın doğuluşunu keçirdirik, nə yeni il nə də ki, məvlud keçirdirik. Biz sadəcə yeni ilin gəlişini qarşılayırıq. Biz də deyirik ki, dinimizdə belə bir şey yoxdur. Belə bir şey gəlməyib və o ki, qaldı ki, yeni ilə İslam tarixi ümumiyyətlə milad tarixindən fərqlənir. Əgər yeni il keçirtmək lazım olsaydı, biz onu hicri tarixi ilə keçirdərdik. Və o ki, qaldı ki, ümumiyyətlə müsəlmanın bayramı varmı, yoxmu? Müsəlman bayram keçirdirmə ya keçirtmirmi? Görsən, bəzi insanlar deyirlər ki, müsəlmanlar o qədər sərt ürəkli və sərt yanaşma ilə hər şeyə yanaşırlar və dar pəncərədən baxırlar və beləcə də özlərin də, uşaqların da sevinclərdən, sevinməkdən və yaxud şənlənməkdən məhrum edirlər. Əslində bu belə deyildir. Əslində müsəlmanlar hər cümə günü, hər həftədə cümə günü yığışırlar, sevinirlər, sevinclərini bölüşürlər, biri-biri ilə görüşürlər, biri-birilərini ziyarət edirlər, cəmaat şəklində cümə namazı qılırlar, imamın xutbəsinə qulaq asırlar və bundan ümumi fayda götürürlər və sonra da xüsusi olaraq bir-biri ilə dərdləşirlər, söhbətləşirlər və s. Və o ki, qaldı ki, böyük bayramlarımıza, İslamda böyük bayramlar var. İslam dinində böyük bayramlar var. Baxmayaraq, müsəlmanlar bugün buna əhəmiyyət vermirlər. Məsələn, onlardan birin misal çəkmək olar ki, hansı ki, səhih hədislə Ənəs ibn Məlikdən, Allah ona razı olsun, rəvayət edib və belə buyurur. Qadimən Nəbiyyü sallallahu aleyhi və səlləmə əl-Mədinətə və ləhum yevməni yəl'abunə bihimə. Bir Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə gələndən sonra gördü ki, 2 gün var ki, ona dedi ki, 2 gün var ki, bu günü bayram edib sevinirlər. Fəqal,
Qad əbdələkumullahu təalə bihimə xayran minhumə yevməl fıtri və yevməl adha. Və Allah subhanahu ta'ala dedi ki, artıq sizin Rəbbiniz Allah bu günü iki gözəl xeyirli, böyük günlə, böyük bayramla əvəz etmişdir. Ramazan bayramı və Qurban bayramı. Və doğrudan da bu çox əzəmətli bir bayramdır. Çox əzəmətli bir bayramdır. Əslində müsəlmanların baxsaq bayramlarına, bu iki böyük bayramına, müsəlmanlar bu bayramı haçan keçirdirlər? İbadəti başa çatdırandan sonra. Qurban bayramına gəldikdə, müsəlmanlar həcc ibadətini başa çatdırdıqdan sonra, o ağır və böyük və əzəmətli və şərəfli o ibadəti başa çatdırdıqdan sonra, neynirlər? O ibadəti Allah subhanahu ta'ala onlara asanlaşdırdığı üçün şükür olaraq öz Rəblərinə o günü bayram keçirdirlər. Həmçinin o gün asanlaşdırılıb, artıq başa vurulduğuna görə o günü bayram keçirdirlər ki, artıq bu şeyi dəf edib böyük fəzilətə nail olmuşdur. O ki, qaldı ki, həcdə olmayan insanlar, onlar da Zilhiccənin ilk 10 günün, hansı ki, ən xeyirli günlərdən sayılır və o gündə olunan ibadətlər Allah dərgahında ən əzəmətli ibadətlər sayılır. Və onlar da o günü başa vurub qutardıqdan sonra Allaha şükür olaraq və sevinərək ki, o gündən müvəffəq oldular, o günü keçirdilər ibadətdə, itaətdə və sevinərək bunu bayram edirlər. Və o ki, qaldı Ramazan aya, o da bilirsiniz ki, Ramazan orucu da İslamın 5 arkanından biridir və ən əzəmətli ibadətlərdəndir. Və onlar da o ayda müvəffəq olub, o əzəmətli ibadəti keçirdikdən sonra, başa vurduqdan sonra, həm Allaha şükür olaraq, həm də öz sevinclərini bəyan etmək üçün o günü neynirlər? Bayram edirlər. O günləri bayram edirlər. Ümumiyyətlə, müsəlman baxmalıdır ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hansı mövqeyi seçdi o qeyri-İslami bayramlara görə. Birinci, Peyğəmbər sallallahu aleyhi ve sellem o bayramları batil edib ləğv etdi. Ortadan qaldırdı. Və ikincisi, onun yerinə ondan da xeyirlisin, ondan da gözəlin və ondan da çoxun gətirdi. Bir bayram ləğv edib, yerinə 2 bayram gətirdi. Ümumiyyətlə, baxsaq ki, İslamda nəyi ki, Allah və Rasulü qadağan edib, haram edibsə, onun yerinə ondan da xeyirlisin, ondan da yaxşısın gətirmişdir. Ondan da xeyirlisin, ondan da yaxşısın və ondan da sayca çoxun gətirmişdir. Baxsanız, hansı məsələyə istərsəz, baxın ki, Allah onu haram edib, baxın, ondan da xeyirlisini onu əvəz etmişdir. Və o ki, qaldı ki, müsəlmanları bu məsələyə diqqət göstərməsi və bu da onların borcudur. Bu da onların borcudur. Görürsən ki, qeyri-İslami bayramlara, məcusilərin Novruz bayramı olsun və yaxud xristiyanların yeni il bayramı olsun, nə qədər xərclər çəkirlər. Və bunu da uşaqları sevindirmək adı ilə adlandırırlar. Hansı ki, Allahın Rasulü Muhammed sallallahu aleyhi ve sellem bəşəriyyətin sultanı olaraq göndərilər. Nəinki uşaqlara, hətta heyvanlara belə rəhmət olaraq göndərilir. Necə olur ki, yəni bugünkü bəzi dırnaq arası ağıllı insanlar, özlərini ağıllı sayanlar, uşaqlara rəhmət göstərən, özlərini göstərirlər. Mən Rasulullah sallallahu aleyhi ve sellemlə onların rəhməti çoxdur uşaqlara. Hətta Rasulullah heyvanlara belə rəhmət olaraq göndərmişdir, nəinki insanlara. Ona görə kifayətlənmək lazımdır. Dinimizdə nə gəlmişdirsə onunla. Dinimizdə nə gəlmişdirsə onunla kifayətlənmək lazımdır. Və uşaqları da indidən buna təşviq etmək lazımdır. Və biz indi bugünkü insanlar, yaşlı insanlar heç də qınamırıq. Əksinə onlar üçün dua edirik ki, Allah subhanahu ta'ala onların qəlbin İslamı adət-ənənələrlə bəzəsin. Çünki onlar 70 il, bəlkə bundan da biraz artıq dinsiz bir rejimdə yaşamışlar. Və buna istər-istəməz vərdiş olunmuş və onların qəlblərinə hopdurulmuşdur güclə, zorla. Ona görə çətindir. Ancaq biz isə, hətta həmin o insanlar, özdə yaşlı insanlar artıq dərk etmişlər. Heç olmasa uşaqların, evladların İslamı tərbiyə ilə böyütüsünlər. Uşaqlara İslamın simvolları, İslamın atributları və bu kimi İslamda nə gəlmişdirsə, İslamın şəairləri, yəni əlamətlərin uşaqlara öyrətsinlər. Məsələn, qurbanlıqda qoyun alsınlar, biraz qənaət etsinlər yaşayışlarına, ona qoyun alıb kəssinlər, qurban alıb kəssinlər. Həmçinin Ramazan bayramında gözəl şirniyyatlar pişirsinlər, gözəl yeməklər pişirsinlər, uşaqlarına, həyat yoldaşlarına hədiyyələr alıb versinlər və beləcə bir müddət keçəndən sonra artıq sözsüz ki, onların qəlbində
İslama və İslamın dini ayinlərinə qarşı sevgi və məhəbbət yaranacaqdır. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm o vaxt dövlət başçısı idi, bu işlə məşğul oldu və bu günlərdə hər bir kəs öz vəzifəsinə görə məsuliyyət daşıyır və bu işlə nə etməlidir? Məşğul olmalıdır. Bu ikinci məsələ. Üçüncü məsələyə gəldikdə isə ümumiyyətlə İslam dinində ad gün keçirilən belə bir şey yoxdur. Hansı ki, bu bayram bilirsiniz, İsa aleyhissalamın doğuluşu ilə əlaqələndirirlər və bu öz aralarında bir ixtilaflı bir məsələdir. Bəziləri deyir filan gündür, bəziləri deyir filan gün, obrislər deyir ki, onların özlərinə görə firqələri var və hər bir firqə cürbəcür günlərdə bu bayramı keçirdirlər. Ümumiyyətlə İslam dinində ad gün deyilən, doğum günü deyilən belə bir bayram yoxdur. Nə də belə bir gün keçirtmək söhbəti yoxdur. Baxmayaraq o insan kim olur olsun. İstər Peyğəmbər olsun, sallallahu aleyhi və səlləm, istər salihlərdən olsun, istər siddiqlərdən olsun, istər şəhidlərdən olsun, heç fərq etməz. Heç bir kəsə ad gün keçirtmək İslam dinində gəlməmişdir. Və həmçinin də Peyğəmbər sallallahu aleyhi və səlləmin doğuluşu ilə müsəlmanlar heç vaxt bu günü bayram kimi keçirdib, bunun səbəbi ilə Allaha yaxınlaşmaq, ibadət mərasimi deyən belə bir şey etməmişlər. Ta ki, sonradan bəzi müsəlmanlar bunu öz dinlərinə yenidən əlavə etməsi istisna olmaqla, hansı ki, artıq bunu bilirsiniz, müsəlmanlar da çox təəssüflər və əfsuslar olsun ki, bu günü belə bir bayram bir şəkildə keçirdirlər. Bu da ən azından qeyri-müsəlmanlara bənzəmək və öz dinimizdə bidət, yəni yenilik ortaya çıxartmaq deməkdir. O zaman ki günəş tutuldu Peyğəmbər sallallahu aleyhi və səlləmin dönəmində və artıq o vaxtda Allah subhanahu taalanın təqdiri nəticəsində Peyğəmbər sallallahu aleyhi və səlləmin oğlu İbrahim dünyasını dəyişmişdir. Və insanlar belə bir şayə yaydılar ki, hansı ki cahiliyyətdən onlar adəti idi ki, gün tutulanda kiminsə ölümünə dəlalət edir. Və bu xəbər də Peyğəmbər sallallahu aleyhi və səlləm eşitdi və dərhal insanlara xütbə verərək belə buyurdu. İnnəş-şəmsə vəl-qamərə lə yənkəsifəni li-mavti əhədin və lə li-həyətihi fə-idə rəaytum fəsallu vəd'ullah. Bu başqa rəvayətdə gəlir ki, fətasaddaqu. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, həqiqətən də günəş də, ay da Allahın ayətlərindən 2 ayətdir. Onlar deyir, heç kimin doğuluşu ilə, nə də ölümü səbəbi ilə tutulmur. Əgər onu tutulan görərsinizsə, namaz qılın, dua edin və başqa bir rivayətdə də gəlir ki, sədəqə çıxardın. Demək, bu məsələdə də bizə şəriətimiz bəyan edir ki, demək, bu məsələ heç kimin doğuluşu ilə, nə də ölümü ilə günəş tutulmur və onun səbəbi ilə də heç bir iş, mərasim görülmür. 3 gün yas mərasimindən başqa, o da yalnız ölünün əhlindən başqa, yəni ölünün əhlinə aid olaraq, digərlərinə deyil. 4-cü məsələ, bu məsələnin təhlükələrindən də biri odur ki, hər hansı bir insanı şişirtmək və xüsusən də İsa aleyhissalamı bu barədə onu həddindən artıq bəyan etmək, şişirtmək, necə ki, xristiyanlar bunu etmişdilər. Bu barədə Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurur. Lə tuturuni kəmə atarat nəsara əl-Məsih ibn Məryəm fə innəmə ənə abduhu fəqulu abdullahi və rasuluhu. Rasulullah sallallahu aleyhi ve sellem səhih bir hədisdə buyurur ki, xristiyanlar İsa aleyhissalamı şişirtdiyi kimi siz də məni şişirtməyin. Və deyin ki, bilin ki, mən qulam, onun quluyam, yəni Allahın quluyam. Və deyin ki, Muhammədən abduhu və rasuluhu. Yəni deyin ki, Muhammed Allahın qulu, yəni birinci deyin qulu və sonra deyin ki, rasuludur. Və həmçinin bilmək lazımdır ki, Peyğəmbərlərin vəzifəsi göndərilməkdə, hər hansı bir Peyğəmbər olursa olsun, yalnız iman gətirənləri cənnətlə müjdələmək, inkar edənləri isə cəhənnəmlə qorxuzmaq olmuşdur. Və bundan başqa Peyğəmbərlərin başqa bir vəzifəsi yoxdur. Bu 4-cü məsələ. O ki, qaldı 5-ci məsələyə gəldikdə isə, bu da İslamın çox böyük dəyər verdiyi və önəm verdiyi və müsəlmanlara vacib buyurduğu, əksinin böyük günahlardan sayıldığı, hətta bəzən inkar dərəcəsinə gəlib çatdığı olan məvalət məsələsidir. Əl-vələ vəl-bəra məsələsidir. Yəni, dost və düşman götürmək.
Ümumiyyətlə, müsəlman baxmayaraq qeyri-müsəlmanlara, onlara son dərəcə, onlara zülmdən çəkinməli, gözəl əxlaq göstərməli. Amma bu o demək deyil ki, onların dininə hörmət göstərib, onların dinini mənimsəyib, onları özünə dost götürməlidir. Bu barədə, hansı ki əvvəldə oxuduğumuz ayə buna dəlildir. Uca Allah belə buyurur: "Ya eyyuhellezine amenu la tettehuzul yahuda ven nasara awliya ba'duhum awliya ba'd." Bir iman gətirənlər, xristianları və yahudiləri özünüzə dost götürməyin. Onlar biri-birinin dostudur. "Və men yetevellahum minkum fe innehu minhum. İnnallaha la yehdil kavmez zalimin." Deyir ki, əgər sizlərdən kimsə onları özünə dost götürərsə, o da onlardandır. Və həqiqətən də Allah zalim bir qövmü doğru yola yönəltməz. Və bu da o deməkdir ki, əgər hər hansı bir müsəlman qeyri-müsəlmanların, qeyri-dindən olan bir şey özlərinə götürüb onu bayram kimi keçirdirsə və onu iqrar edirsə, bu da artıq onu dost götürməyin növlərindən bir növdür. Və bu barədə də alimlər heç bir ixtilaf etməmişlər bunun böyük günah olması barəsində. O ki, qalı 6-cı məsələyə gəldiksə isə, bu da İslamın çox böyük önəm verdiyi və çəkindirdiyi, buna tabi olmaqdan çəkindirdiyi məsələlərdən biri, o da odur ki, müsəlman özün qeyrilərinə oxşatmaq. Müsəlman özün qeyrilərinə oxşatmaq. Bu da doğrudan da çox qorxulu bir məsələdir. Çox qorxulu bir məsələdir. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Abu Davudun rivayət etdiyi hədisdə belə buyurur: "Mən təşəbbəhə bi qavmin fəhuvə minhum." Deyir ki, hər hansı bir kəs özün hər hansı bir qövmə oxşadarsa, o da onlardan sayılır. Hər hansı bir kəs özün hər hansı bir qövmə, cəmaata, millətə, dinlərə oxşadarsa, o da onlardan sayılır. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem əgər nəzər salsaq, dinin bir çox şeyləri, ümumiyyətlə dünyavi işlərdə belə müsəlmanları başqalarına oxşamaqdan çəkindirir. Bu ola bilsin bəzilərinə təəccüblü gəlsin ki, dünyavi işdə burada nə çətinlik ola bilər ki? Ümumiyyətlə bunu psixologiya ilə məşğul olan alimlər və mütəxəssislər, onlar daha gözəl və çox yaxşı bilirlər ki, təsəvvür edin ki, necə Şeyxülislam İbn Teymiyyə də bunu öz əsərlərinin birində zikr edərək belə buyurur. Bir təsəvvür edin ki, bir insan hər hansı bir peşə sahibi və yaxud hər hansı bir vərdişin sahibi qərib bir yerdə o peşənin və yaxud o vərdişin sahibi bir insanı görəndə və onda özünə qarşı sanki bir doğmalıq görmüş olur. Onda özünə qarşı sanki bir doğmalıq görmüş olur. Baxmayaraq bu az da ola bilər, çox da ola bilər. Ən azından başqalarına nisbətən. Ən azından başqa insanlara nisbətən onu özünə yaxın görmüş olur. Və eləcə də Şeyxülislam İbn Teymiyyə başqa bir yerdə deyir ki, əgər insana əskər paltarı geyindirsən, əskər paltarına öyrənsən, kişilər mərd insanların paltarına öyrənsən, o uşaqda böyüdükcə tədricən onda vətənpərvərlik, dini qeyrət çəkmək və s. bu kimi xoş təəssüratlar və xoş hisslər oyanacaq və bu onda davam edəcək. Və onlara özünü oxşatmağa çalışacaq. Yox, əgər hər hansı bir insana daima geyimində, məsələn, belə deyək, bugünkü müğənnilərə, artistlər və yaxud bu kimi insanların geyimin geyindirsin, onlara oxşatmağa çalışsan və sözsüz ki, o uşağın, həmin o gəncin də beynində, onlara, qəlbində onlara qarşı məhəbbət və özün onlara oxşatma başlayacaq. Və bir müddət keçdikdən sonra artıq görəcəksən ki, o uşaq böyüdüb onları təqlid edir və ən qorxulusu odur ki, artıq görərsən ki, onların peşəsinə sahib olmuşdur. Və bu günlərdə qərb çox ağılla, idrakla və gözəl siyasətlə özlərinə görə bunu müsəlmanlar üzərində tətbiq etməkdədirlər. Çünki birdən-birə Qurana yaxın durmaq doğrudan da çətindir. Birdən-birə Quran-ı Kərimə yaxın durmaq çətindir. Hətta belə bir onlardan rivayət olunur ki, bir dəfə yığılırlar, öz aralarında iclas kimi keçirdirlər və onların başçıları yerə bir böyük parça sərir və ortasına Quran-ı Kərimi qoyur. Və yaxud bir şey qoyur, sanki Quran rəmzində. Deyir, sizlərdən biri o parçaya toxunmadan Quranı götürə bilərmi? Və nə qədər çalışırlarsa, onların əyağı və yaxud da əli parçaya toxunur, onu götürə bilmirlər ortadan.
və buna nə qədər çalışırlarsa və fikirləşirlərsə mümkün olmur. Və sonra həmin o başçıları gəlir, yaxınlaşır və kənarından parçanı götürür, bürdələyə gedir və sonra həmin ortadakı sanki Quran-ı Kərimdir və onu götürür və deyir ki, bu parça müsəlmanlardır. Və o müsəlmanları məhv etməsək, onları ortadan götürməsək, yəni bu da məhv də silahla gedmir məhv. Adətlə, ənəni ilə, bayramları salmaqla ortaya və s. bu kimi şeylərlə deyir, əgər biz onlara təsir edə bilməsək, gedib o Quranı onların arasından götürə bilmərik. Doğrudan da siz təsəvvür edə bilərsinizmi, bu müsəlmanlar olmasın və dinin təsirini çəkən olmasın və Kəbə də öz yerində qalsın. Mümkündürmü belə şey? Əlbəttə ki, mümkün deyil. Və yaxud da Quran-ı Kərim izzətli, şərəfli qalsın. Xeyr, bu Quran da, Kəbəni də, məscidləri də, müsəlmanların torpaqlarını da Allah Subhanahu Taala müsəlmanların əli ilə qoruyur. Allah Subhanahu Taala müsəlmanların əli ilə qoruyur. Və ona görə də qeyri-müsəlmanların, hansı ki müsəlmanların sərvətlərinə, torpaqlarına göz tikirlər və onlar ancaq bu yolla istəyirlər ki, buna nail olsunlar və çünki bundan başqa da yolu yoxdur. Və bu da onlara oxşamağın fəsadlarındandır ki, hansı ki bizim gözəl və kamil, şamil dinimiz bizi əvvəlcədən bundan çəkindirib və həzər etdirmişdir. Ümumiyyətlə, dinin hər hansı bir əmrlərinə əməl etsək, xeyir taparıq. Hər hansı bir qadağalarından çəkinsək, zərərdən çəkinmiş olaraq. Çünki bunu bizə göndərən Allah Subhanahu Taala'dır və onu bizə nəql edən də o Peyğəmbərdir ki, uca Allah belə buyurur onun barədə. Lə yantiqu anil hava in huwa illə vahyu yuha. Onun danışdığı havadan deyildir, yalnız və yalnız vəhdən danışır. O ki, qaldı ki, 7-ci məsələyə. Bu məsələ hansı ki, dərsin əvvəlində bu barədə danışdıq. Ona görə qısa toxununa gedirik ki, burada müsəlmanların yalnız və yalnız arzuları və amalları və məqsədləri və dinin də bunu göndərməkdə əsas iradəsi olmuşdur ki, müsəlmanlar ibadətdən sonra sevinç və fərəh duymaların bayram olaraq keçirsinlər. O ki, qaldı 8-ci məsələyə, bu da lap qorxulusu və təhlükəlisidir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin yoluna zid getmək. Peyğəmbər sallallahu aleyhi və səlləm yoluna zid getmək və onu tərk etmək, hansı ki, ən xeyirli yol sayılır, onu tərk edib və zəlalətə və qeyri-müsəlmanların dininə tabi olub, onların yoluna tabi olmaq. Və bu barədə də Peyğəmbər sallallahu aleyhi və səlləm bizə xəbərdar edib, bəyan etmişdir. Hansı ki, ümumiyyətlə, İslam dini, Peyğəmbər sallallahu aleyhi ve sellem bizi qeyri-müsəlmanların adətlərinə, ənənələrinə, dünyavi işlərdə belə tabi olmaqdan çəkindirir. Hansı ki, az öncə bu məsələ barədə toxunduq. Onlardan məsələn gəlir hədisdə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, onlar namaz, o vaxt ki, sahabələr Peyğəmbər sallallahu aleyhi ve sellem oturanda namaza onlar əq üstə qıldı və üzün onlara tərəf çevirib namazı bitirdikdən sonra dedi ki, özünüzü farslara və rumlara oxşadmayın ki, onlar öz rəhbərləri oturduğu halda onlar ayağı üstə qalırlar. Mən oturanda siz də oturun. Başqa bir hədisdə gəlir ki, onlar deyir, bığlarını uzadarlar, siz bığlarınızı qısaldın, saqqalı uzadın. Başqa bir rivayətdə gəlir ki, onlar saçlarını, saqqallarını boyamazlar. Siz qara rəngdən çəkinmək şərti ilə saçlarınızı, saqqallarınızı boyayın və s. bu kimi şeylərdə İslam dini bizləri onlara oxşamaqdan çəkindirir. Demək, başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem bunu daha açıq izah edərək və geniş bəyan edərək belə buyurur. لَتَتَّبِعَنَّ سُنَنَ مَنْ كَانَ قَبْلَكُمْ شِبْرًا بِشِبْرٍ وَذِرْعًا بِذِرَاعٍ حَتَّى لَوْ دَخَلُوا حُجْرَ ضَبٍ لَتَّبَعْتُمُوهُمْ قَالَ الصَّحَابَةُ يَا رَسُولَ اللّٰهِ الْيَهُودِ وَالنَّصَارِ قَالَ فَمَنْ Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, sizlər sözsüz ki, sizdən əvvəlkilərin getdiyi kimi onları qarış-qarış izləyəcəksiniz. Arşın onlara tabi olacaqsınız. Hətta onlardan birisi kərtənkələ yuvasına girsə belə, siz də onları təqlid edib, onların arxasıca gedəcəksiniz. Səhabələr dedilər, ey Allahın Rəsulu, bunlar xristiyan və yahudilərdirmi? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bəs onlar deyil, başqası kim olacaq ki? Demək, bu hədis də açıq-aşkar bizə öyrədir ki və göstərir ki, bu məsələ qorxulu bir məsələdir və İslam dini bizi əvvəldən bu kimi şeylərdən çəkindirmişdir. Bu hədisi Buxar və Müslim rivayət etmişdir. Və bütün bu oxuduqlarımız səbəbi ilə
Və bu sadaladığımız bu 8 məsələ səbəbi ilə görünür ki, bunun bizim dinimizə və dünyamıza nə qədər ziyanları vardır. Və həmçinin də bu qeyri-müsəlmanların bayramlarını keçirtmək bizim acizliyimizə və zəifliyimizə dəlalət edir. Gəlin biz özümüzə bir sual verəyin və insafla da bu suala cavab verəyin. Təsəvvür edilirikmi biz hər hansı bir qeyri-İslamdan olan bir insan dininin fərqi olmadan götürüb bizim qurban bayramımızı keçirsin, qurban kəssin və yaxud kəsməsə də bu günü bayram keçirsin. Heç mümkündürmü bu? Əlbəttə ki, mümkün deyil. Əlbəttə ki, bu mümkün deyil. Və yaxud da biz təsəvvür edərikmi ki, başqa bir qeyri-müsəlman götürüb bizim Ramazan bayramımızı keçirsin. Bu da mümkün deyil. Cümə günü onlar da yığışsın, bizə tabi olaraq, özlərini görə bizə oxşadaraq, bizə məhəbbət göstərərək, hətta yalandan olsa belə bu günü keçirsinlər. Mümkün deyil. Bəs yaxşı, biz ikinci sual. Biz etiqad edirikmi? Bizim dinimiz haqq və bizdən qeyri dinlər batildir. Və yenə də hər kəs əgər insafı varsa, doğrudan müsəlmansa deyəcək ki, bəli, haqq dində olan bizik və bizdən qeyriləri hamısı batil bir dindədir. Cənnətə gedən bu din sahibləridir və qeyriləri deyil. Bəs yaxşı, o zaman nəyə görə batil kəslərin dinlərinə tabi olub, onların adət və ənənələri ilə gedirik? Və bəziləri görürsən ki, deyir, yaxşı getməsək də, heç olmasa bu işdə təbrikləşə, onları təbrik edə və yaxud özümüz təbrik edə və s. Ümumiyyətlə, müsəlman baxmalıdır ki, o bayram ümumiyyətlə nə üzrə qurulub? Baxsaq, o bayramın kökü hara gedir çıxır, görərik ki, o bayramın kökü gedir küfrə çıxır. Çünki o bayramı keçirdənlər, elə o bayramda və yaxud başqa günlərdə, başqa vaxtlarda onlar etiqad edirlər ki, İsa Allahın oğludur. Onun üzərinə Allahın salamı olsun. Onlar etiqad edir ki, İsa Allahın oğludur. Və bu da böyük bir küfürdür. Böyük bir küfürdür. Bəs yaxşı, belə olduğu halda biz nə üçün o bayram sahiblərini təbrik etməliyik? Və yaxud da o bayram səbəbi ilə ən müsibətlisi də budur ki, bir-birimizi təbrik edirik. Müsəlmanlar biri-birin küfür bayramı münasibəti ilə təbrik edirlər. Və küfürdən dolayı o bayramda hansı fasiqiliklər, hansı asiliklər, hansı ki, Rəhmanı, uca Allahı qəzəbləndirən əməllər edirlər. İçki içirlər, zina edirlər, asiliklər hər bir növün edirlər. Və biz də onun üçün deyirik ki, bayramımız mübarək və s. bu kimi xoş sözlər. Hansı ki, bunu heç öz bayramlarımızda belə əzəmətləndirib keçirtmirik. Bu hara yazılası bir şeydir. Və doğrudan da bu böyük bir müsibətdir. Ona görə, ey müsəlman qardaşım və bacım, bilginən ki, sən izzətli bir qulsan. İzzətli və eləcə də bir qulsan. Və bununla fəxr etməlisən. Və buna sahib olmalısan. Əks təqdirdə isə sən sahib olunacaqsan. Əks təqdirdə isə sən sahib olunacaqsan. Ona görə öz qüdrətini və izzətini daima düşün və buna sahib ol. Buna yiyə çıx ki, sən yiyə çıxılmayasan. Yəni, bu da o deməkdir ki, sənin dinin əldən getməsin, sonra sənin vətənin, namusun, qeyrətin, qəbirlərin, məscidlərin əldən getməsin. Necə ki, hansı ki, bunun biz açıq-aşkar şahidi olmuşuq ki, qonşumuz olan, qonşu dövlətdə yaşayan erməniləri özümüzə dost götürdük. Hətta bəziləri də eşitmişik ki, kirvə də götürürlər onları özlərinə. Axırda nə oldu? Gəldilər, nə oyunlar durğuzlarsa, bu heç kəsə gizlin deyildir. Və Allah subhanətə Allah istəyirik ki, bizləri bu kimi şeylərdən ibrət alıb, gözəl nəticə çıxardan insanlardan etsin. Və belə bir günahlara və asiliklərə qayıtmaqdan bizləri qorusun. Bizləri izzətli bir şərəfli müsəlmanlar etsin. Və Allah subhanətə Allah istəyirik ki, dinimizin ayinlərini ucaltmaqda, onu gözəl şəkildə yerinə yetirməkdə və bunu təbliğ etməkdə bizlərə yardımcı olsun. Və Allah subhanətə Allah istəyirik ki, bizləri gözəl əxlaq sahiblərindən etsin və hər kəsin haqqını ödəməkdə bizlərə yardımcı olsun. Vəssalatu vəssalamu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və ecma'in və axiru da'vana enelhamdülillahi rabbil alemin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt və əstəğfiruka və ətubu ileyh. İxlasla.com saytı tərəfindən təqdim olundu.